أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله يعلم غيب السماوات والأرض والله بصير بما تعملون صدق الله العلي العظيم. Aziz mümin kardeşler, her birinizi Allah'ın evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizana arzum, xahişim, yalvarışım odur ki Allah Teala ibadet ve itaatimizi bizden hamılıkla kabul eylesin. Xüsusiyle de yığışmışıq ağamız İmam Hüseyin Aleyhisselatü Vesselam'ın ərbəinine. Her zaman, çok zaman sual verirler ki bəs görəsən ərbəin nedir? Ki bəs imamın 40'ı adlanır. Əziz mümin kardeşler, ərbəin imamın 40'ı yok, Səfər ayının 20'si. Yani Aşuradan Səfər ayının 20'sine 40 gün keçdiyinə görə və Səfər ayının 20'si günü ilk dəfə həm səhabə tərəfindən Cabir ibn Abdullah el-Ənsari və Şamdan Yezidin zülmündən çıxmış xanım Zeynəb, İmam Səccad və Ümmül Külsüm və digərləri gəlib Səfər ayının 20'sində Kərbəlaya çatmasıdır. Aşura günündən ta Səfər ayının 20'sine kadar 39, 40, 41 de barmaq sayıyla, riyazi hesablama ile gedir ama sözümüz onda yok. Səfər ayının 20'si en mühimmi. Aşuradan sonra, Kərbəla şəhidlərinin şəhid olmasından sonra ilk zəvvarı Cabir ibn Abdullah Ənsari Peygamber sahabəsi olub. Onunla beraber Şamdan gelen İmam Hüseyin Aleyhisselam'ın, Ehl-i Beyt'in, peygamber balalarının karivanı çatır. Yani hem sahabenin ve hem de Ehl-i Beyt'in Səfər ayının 20'si Kərbəlada İmam Hüseyin Aleyhisselam'ı ve 72 şühadanı ilk defa Aşuradan sonra, o faciadan sonra ziyaret olunmasıdır. O gün bugün Ərbəin günü bütün dünya Müslümanları onların kanında, onların qəlb evində, onların içinde bir təlatüm baş verir, bir istək, bir arzu, bir eşq baş verir. Sizi bura yığan mən deyiləm. Sizi bura yığan milyonlarla insanın gedib məscidlərdə və yaxud da ki yüz minlərlə, milyonlarla insanın Kərbəlada, Nəcəfdən Kərbəlaya getməsi, o susuz çölde olması, her insanın gedib orada İmam Hüseyin'i ziyaret etmesi o günden kalıp, o bir eşktir, o bir məktəbdir. Çünkü Kərbəla faciəsi təkcə faciədən ibarət deyil. Kərbəla faciəsində hem faciə var, hem müsibət var, onunla beraber ders var. Diyersiniz, soruşarsınız ki bəs hacı hansı dersdir görəsən? Biz Kərbəlada hem faciə var. Faciəni bildik ki peygamber balalarına terror ediblər. Düz. Özde İslam adına ha, Allah adına ha, namaz kılanlara bunlar bu cür ediblər. Peygamber övladlarını qılıncdan keçirdiblər, oxlayıblar. Hatta 6 aylık körpəsin belə uf demədən kəstilər başın. Nizəyə taxtılar, hələ ondan doymadılar, Küfəyə apardılar, doymadılar, Şam'a apardılar. O insan ki, o insan Şümr ibn Zilcövşən lənətullah vaxtilə əmirəl mümininlə çiyin-çiyinə vuruşmuşdu. İnsanın bəzən deyirlər ki Allah aqibətivi xeyr eləsin, gözəl sözdür ya. Aqibəti xeyr olmaq hər adama qismət olmur, hər müminə qismət olmur, hər namaz qılana qismət olmur. Aqibətin xeyr olması gözəl bir şeydir. Allah'a an verən izzətinə, cəlalına hər birimizin aqibətimizi xeyrə calasın. Əgər aqibət xeyr olmasa vay o gündən. 70 il, 50 il, 100 il, 90 il insan ibadət eləyə, insan həcdə, insan Allah çağıra, insan vuruşa hak tərəfdə. Amma aqibət xeyr olmasa, yani qəlb evi Allah'a tamam bağlanmasa, yani imanın içinde küfür olarsa və yaxud da qəlb evi
zahirdə iman olarsa, ücub və təkəbbürlük onların arkasında mərhələli sürətdə gizlənərsə, insan özü hiss eləməz ki, nə baş verir mənim aləmimdə. Vaxtı ilə mən namaz qılan idim, vaxtı ilə mən Kərbəlada var idim, vaxtı ilə mən Ərbəyində idim, vaxtı ilə mən həc ziyarətində idim. Nə baş verdi ki, mən indi oradan ayrı düşdüm, Əhl-i Beytin qapısından ayrı düşdüm, indi mənim yolum başqa bir yoldur. Görəsən nə olub mənə? O zaman gec olur. Amma kaş ki o zaman da gec də olsa insan başa düşər ki, görəsən mənə nə oldu? Və qayıdış qapısı Allaha ola, Haqqa ola, Əhl-i Beyt qapısına ola. Faciə Kərbəla, onunla bərabər də dərs var. Hansı dərs? İxlas dərsi, mərhəmət dərsi, insanlıq dərsi var orada. Allah eşqi dərsi var orada. İman dərsi var orada. Məsələn, ixlasa bir nümunə üçün sizə deyək ki, insan necə öz dinində ixlaslı ola bilər? Necə edim ki, mən də o cür ixlaslı olum, dinimdə ixlaslı olum. Bu illərim mənim üçün hədər keçməsin. Gedirsən Kərbəlaya, Vəhəb adında bir cavan oğlan. Burada cavanlarımız çoxdur. Allah Teala cavanlarımızı qorusun. Onları bədgümanlıqdan, bəd nəfsdən, şeytanın nəfsindən, şeytandan uzaq qərar versin. Baxın, Vəhəb təzə evlənib, cavan bir oğlandır, həyat yoldaşı ilə və anası ilə bir yerdə, Kərbəlada, Kərbəla yolunda İmam Hüseynlə qarşılaşırlar və dostlaşırlar. İmam Hüseyn əleyhissalam Allahın o təkliyin, başqa dində olan bir insana bir neçə saat, bir neçə dəqiqə, bir kəlmə ilə onu ibrət qoyur Allah Teala. İmam Hüseynin qoşununda, ləşkərində bütün dünya aləmlərinə, haqq sevərlərə, haqq istəyənlərə, haqqın axtarışında olanlara ki, əgər istəyirsən haqqı biləsən, haqq bax buradadır, ya bu cür olur. Siz də o cür ola bilərsiniz. Biz də o cür ola bilərik. Necə? Vəhəb gəlir, qoşulur İmam Hüseynə, gəlib Kərbəla. Amma ondan bir qabaq Tasua axşamında İmam Hüseyn nə dedi? Hətta yanındakılarına belə dedi ki, mənim icazəm var ha sizə, gedə bilərsiniz. Mən öz haqqımı boynunuzdan götürdüm, gedə bilərsiniz. Amma getmədilər. Vəhəb də onlardan biri idi. Anası Qəmər xanım da onlardan biri idi. Həyat yoldaşı təzə evlənmiş, o da ondan bir yerdə hamılıqla qaldılar. Qaldılar. İxlas, bax bir nümunə burada. Bir, Tasua axşamı, hələ səhər olmayıb. Səhərə kimi də dua etdilər. Aşura günündə Vəhəb gəlir İmam Hüseynin huzuruna. Ki bəs ya imam, həyat yoldaşımın bir neçə istəyi var. Deyir, nədir qızım, danış, istəyivi deyinəm mənə. Deyir, salam olsun sənə ya Hüseyin. İstəyim odur ki, bilirəm, həyat yoldaşım inşallah məndən ayrılır. Sənin yanında mənə söz versin. Deyir, nə söz versin? Dedi, söz versin ki, bilirəm ki, həyat yoldaşım Vəhəb gedəcək, şəhid olacaq. Şəhid olan da bu dində, İslam dinində Allah bir məqam verir şəhidə. O məqam verəndən sonra Allah öz neymətindən, indi nədirsə orada şəhidlərin məqamı və nə verəcəksə onda Vəhəb onları görəndən sonra mən həyat yoldaşın yaddan çıxartmasın. Vəhəb İmam Hüseynin yanında söz verir ki, bəs mən nə eləmərəm? Səni yaddan çıxartmaram. İnanca bax, imana bax. Deyir, ikinci bir istəyim var. Deyir, nədir o? Deyir, ikinci istəyim də odur ki, mənim həyat yoldaşım şəhid olandan sonra mən burada heç kimi tanımıram. Cavan gəlinəm və mən burada tək qalacağam. Bütün bu insanlar şəhid olandan sonra, ya imam, onlar mən tək qalandan sonra bacın Zeynəbə məni tapşır ki, bəs məni o tək qoymasın, başsız qoymasın. İmam Hüseyin əleyhissalam deyir ki, qızım, bacım Zeynəb bu ədəbin sahibi deyil. O mənim balalarımı da, bütün burada olanların, xanımların da, o cümlədən səni də burada tək qoymaz. Yəni iman, ixlas nə qədər olmalıdır ki, insan bir neçə saata, bir neçə günə bu qədər Allaha inansın, Allahın tanısın, Allahla, yəni bəzi insanlar namaz qılırlar, ibadət eləyirlər, deyəndə ki, qiyamət günü var, çoxları belə müxtəlif suallar verirlər. Yəni şübhəli suallar da verən olur. Amma illərdir namaz qılır ha. Çünki imanı bütöv deyil. İnancı bütöv deyil. Əgər mən Qur'anı tanıyıramsa, Qur'anda Allah mənə deyir ki,
Peyğəmbərinin vasitəsilə şəhidlik məqamı var. Qiyamət günü var, hesab günü var, hər birimizin hesab günü var, mənim də hesab günüm var, sənin də hesab günün var. Heç kiminki digərinə qatışmaz, hər biri də özü üçün cavab verəcək. Bəzən insanlar bu cür, amma gör, bir neçə saatda, bir neçə gündə insan necə eşq sahibi ola, necə Allahın o vəhdaniyyətini tanıya, ixlaslı ola dinində, inancında və razı ola. Hər bir şeyə və həb gedir şəhid olur. Şəhid olandan sonra ləşkər düşmən qoşunu və həbin başını kəsir, anasına dağ vermək üçün, göz dağı vermək üçün, yəni anasını sındırmaq üçün götürür və həbin kəsilmiş başın atır anasına tərəf. Anası görür ki balasının başı gəldi çatdı onun ayaqlarına, yanına baxır ləşkərə, baxır həmən cavan balasının başına, diz çökür cavan balasının başının yanında, yavaş götürür onu, qoyur dizləri üstündə. Ondan sonra öz əlləri ilə başlayır oğlunun kəsilmiş başını təmizləməyə. Torpaqdan təmizləyir, tozdan təmizləyir, qandan təmizləyir. Təkrar baxır yenə ləşkərə, durur ayağa, ananın qeyrəti, ananın ixlaslı olmağı, Allah'ı tanıması, götürür, başı atır, tullayır, ləşkərə. Bilin, biz Allah yolunda verdiğimizi geri istəmirik. Əziz müminlər, ey ərbəyinə, Hüseynin ərbəyinə yığışan, ey Peyğəmbər balasının əzasına yığışanlar, sən Hristiyan olasan, dini təzə qəbul eləyəsən, hansı sənin bir balan ola, təzə evlənə, başı kəsilə, insanların qabağında səni sındırmaq istəsinlər, atsınlar sənə tərəf, sən onu götürüb atarsan ləşkərə tərəf, deyəsən ki Allah üçün verdiyimizi biz inan sahibləri, həqiqi Allah'ı tanıyanlar geri istəmirik. Yəqin və ixlas. Allah'ım sənə an verirəm cəlal və izzətin xatirinə o cür ixlaslı olmağı bizə də qismət elə. Baxın, biz hər birimiz gəlmişik hər bir yerdən. İşimizi, evimizi qoymuşuq, gəlmişik hara ərbəyinə. Ya Əba Abdullah Hüseyin, oradakılar ki o yoldadır, hamı əksəriyyəti çatıb və digərləri də Nəcəflə Kərbəla yolundadılar, artıq çatmaq üzərədirlər. Allah Teala hər birinin ziyarətini qəbul eyləsin. Gəlirlər bir şey deməyə ki, ya Əba, Esselamu aleykə ya Əba Abdullah, salam olsun sənə ya Hüseyin. Bu sözü deməyə. İndi biz çatmamışıq ora. Bizə bu illəri qismət olmayıb. Amma icazəliyik. Bizə imkan var. Biz də diyanaq, üzü qibləyə və yaxud da o səmdə, Kərbəla səmtinə deyək ki, Esselamu aleykə ya Əba Abdullah, salam olsun sənə ya Hüseyin. Sən ki o həqiqət yolunda balalarından keçdin, qardaşlarından keçdin, özündən keçdin, biz sənə salam veririk və istəyirik ki sənin cərgəndə olaq. Sən dua et ki biz sənin cərgəndə olaq. Sən Allah'tan istə ki biz sənin cərgəndə ola bilək inşallah. Ən əsası odur ki ixlaslı olaq, bir-birimizə mehriban olaq, ibadətimiz gözəl olsun. İlahi səni tanımaqda və sənin bizə nümunə göndərdiyin Peyğəmbər və onun əhl-i beyti ki İmam Hüseynin misalında ya Rəbbim onlar bizim üçün nümunədir. Sənin İslamını qorumaq üçün, dini göndərdiyin dini qorumaq üçün və onun tamamlanması üçün həqiqət nədirsə İlahi Pərverdigarı aləm sən Peyğəmbər, Qur'an, əhl-i beytin vasitəsilə istədikləri bizə göstərdin. Bizə göstərmişsən ki son nəfəsimizə qədər biz də o cür ola bilək. Ya Rəbbim Allah, o cür olmaqda bizim hər birimizə kömək ol ginə. Cabir ibn Abdullah el-Ənsari əlin qoydu İmam Hüseynin qəbrinə, dedi innəl habibə la yucibu habibə. Ağladı, bəlkə ağladı. Peyğəmbər sahabəsi ömrünün axırına qədər də sahabəlik, yəni sadiq oldu o dinə, Peyğəmbərin gətirdiyi o dinə, Qur'ana sadiq oldu. Yəni ixtilaf etmədi, şübhə olmadı onda. Ağlayaraq dedi ki gözləri görmürdü, kör idi. İnnəl habibə la yucibu habibə. Dedi ya Hüseyin, heç dosta salam verməz. Axı mən sənə salam verirəm. Gəlmişəm ki səninlə salamlaşım. Gəlmişəm ki sənin hal əhvalını bilim. Sonra dedi ki necə cavab verəsən ki sənin başını kəsdilər bu Kərbəla çölündə.
Allah adına. Özün adı Müslüman qoyanlar doymadılar deyir ya Hüseyin. Sonra deyir taxtılar nizələrə. Yenə doymadılar ya Hüseyin. Ya Hüseyin deyir sənin 7 aylıq körpən ki var Əli Əsqər, onun da başını kəstilər. Peyğəmbər oxşarı Əli Əkbər, onun da başını kəstilər. Nizəyə taxtılar, Şam'a apardılar. Bütün Şam'ın küçələrindən gəzdirdilər. Saraya apardılar. Hamı şəmadət etməyə. Kimləri? Peyğəmbər balalarını. Muhammed və Ali Muhammedi. Peyğəmbər balalarını şəmadət et. Doymadılar deyir. Küfəyə həmən Şimr ibn Zülcöşən lənətullah ona 5000 qoşun verdilər. Küfədən Şam'a apardılar. Şam'a birbaşa aparmadılar. Gəlib çatanda Şam'ın girəcəyində o qalaların yanında dedilər ki, yox girmə. Tədarük görürük. Nə üçün tədarük görürük? Yezid lənətullah, Yezid aleyhi lənə nə üçün dedi? Şam'da dedi ki, bəz mən qoy təmtaraqlı olsun. Hər yerdən qonaqlar çağırdı sarayına. Bəzədi o küçələri. Şam'ın küçələrin bəzədi. Kimin üçün? Ali Muhammedi, Peyğəmbər balalarını, kəsilmiş başlarını, Xanım Zeynəbi, İmam Səccadı, İmam Hüseynin balalarını və digər qalmışları onunla bərabər şəmadətlə məsxərə edə-elə, gülə-gülə cəmaatı aldadaraq apardı öz sarayına. Yəni bu cür olub. O ki Xanım Zeynəb səfər ayının 20'si gəlib çatdı Kərbəlaya. Xanım Zeynəb birbaşa İmam Hüseynin, qardaşı Hüseynin qəbrinə yaxınlaşdı. Salam verdi. Esselamu aleykə ya Əbu Abdillah. Hüseyin can, gəlmişəm mən. Hüseyin can, adətdir ki bizdə bazı bir yerə gedərsə qonaq, səfərdən qaydanda qardaşı üçün, əzizləri üçün bir şey gətirər. Hüseyin can, mən də əli boş deyiləm. Mən də sovqatla gəlmişəm. Tarix yazır ki, orada bütün olanlar təəccüblə baxdılar Xanım Zeynəbə. Görəsən Xanım Zeynəb Şamdan, Yezid lənətullahın sarayından nə gətirib Kərbəlaya? Gördü ki, öz çarşabın altından İmam Hüseyin əleyhissalamın o kəsilmiş başın çıxartdı, dedi ki, bunu gətirmişəm sən üçün. Ya Hüseyin, ravi deyir ki, biz Kərbəlada ayrıldıq, səfər ayının bir neçə gün orada, bir neçə vaxt qaldıq, oradan sonra gəldik. Deyir, elə ki, Mədinəyə car çəkmişlər ki, bəs Peyğəmbər ailəsi Şamdan gəlirlər, hamı çıxdı bizim ziyarətimizə, hamı ağlayırdı əksəriyyəti. Amma deyir, mən gördüm ki, insanların arasında hündürboy, qamətli bir xanım, əlində də bir körpə oğlan uşağı yavaş-yavaş insanların arasından keçə-keçə yaxınlaşdı mənə, salam verdi, dedi, oğlum Hüseyndən bir xəbər var mı? Dedim, anacan, oğlun Hüseyin şəhid olub. O yanındakı olan körpəyə dedi ki, oğlan uşağına, dedi ki, bəs sən bugündən mənim gözəl balam, gözəl nəvəm, yetimsən, sənin atan şəhid oldu. Soruşdum ki, bəs gələn xanım, bu qamətdə olan xanım kimdir? Dedi, ona Ümmül Dəbəni deyirlər. O Əlinin qeyrətli xanımıdır. O 4 oğlun verib şəhid. Dedi ki, bəs anacan, olar səndən bir söz deyim? Dedi, buyur. Dedi ki, anacan, mən ki, sən məndən Hüseyni soruşdun. Mən Hüseynin şəhid olmağın sənə dedim. Bəs mən Əbəlfəzdən soruşmadım, mən də bir şey demədim. Dedim, mən Əbəlfəzlə bərabər 4 bala yetirmişəm. Mən inanmaram ki, elə bir balalar yetişdirməmişəm, böyütməmişəm, boya başa çatdırmamışam ki, onların qeyrəti imkan versin ki, onların böyük qardaşı İmam Hüseyin əleyhissalam şəhid olsun, onlar sağ qalsınlar. İmam Hüseynin şəhid olması, bilirəm balalarım, mənim 4 balam, oğlan övladım İmam Hüseyndən qabaq şəhid olublar. Ümmülbənin deyir, hər zaman gələrdi Bəqi qəbirstanlığından Mədinədə. Deyir, 4 dənə qəbir düzəldərdi, rəmzi olaraq. Hər gün gələrdi, hər vaxt gələndə Bəqi qəbirstanlığına 4 qəbir rəmzi olaraq düzəldərdi. Deyirdi ki, bu mənim oğlanlarımdır. Əbəlfəz o 3 dənə uşaq balaları. Bunlardır. Deyir, onların başında deyir, tamamən bir böyük bir dənə qəbir düzəldərdi rəmzi. Deyirdi ki, bu İmam Hüseynin qəbridir. Deyir, baxardı onların hər birinə. Sonra o 4 qəbri sökərdi, gedib oturardı İmam Hüseynin qəbrinin yanında.
Yəni bu 4 balam, 4 oğlum Hüseynə qurban. Gör, hansı imanda olan insan, nə cür imandır, hansı ixlasdır, hansı inancdır, necə inanıb bu? Biz də namaz qılırıq, biz də əzadarı Hüseyni, biz də gəlirik bu gözəl ziyarətgahda. Onların bir parçasıdır burada, Azərbaycanda bir parçadır burada. Həzrəti Həkimə xanım, Fatimə-i Suğradır, yəni kiçik Fatimə, İmam Hüseyin Kazım əleyhissalamın qızıdır, İmam Rızanın bacısıdır, Məsumə xanımın bacısıdır. Özdə bu xanım xəlisədir, yəni xəlisə necə? Məsumə xanım İmam Rıza ilə ata bir, ana birdirlər. Bu da gəlmiş, oturmuş, ilahi pərverdigarı aləm. Sən də bizim bu qıldığımız namazlarımızı, bu əzanın qəbul olunmasında sən bizim hər birimizə kömək ol ki, İlahi, dinimizlə, dilimizlə deyirik Allah, Allah deyirik. İlahi üzü qibləyə qalırıq. Amma qəlb evimizdə bəlkə də minlərlə başqa şeytanlar, min cür şeylər, mən öz payıma deyirəm ha, min cür şeylər olur. İlahi, axı qiyamət günündə bunun hesabı var ya Rəbbim Allah. İlahi, qiyamət gününə o hesabları, yəni o çətin anlarında çətinlik çəkməmizə sən özün kömək ol. Və çətinlik çəkməməkdə İlahi pərverdigarı aləm, bu dünyada nə qədər nəfəsimiz gedib gəlir. İstiğfar deyilən bir şey var ki, mən istiğfar eləyim, bağışlanmağımı dileyim, səndən kömək dileyim, bir daha o cür olmayayım. Onun misalı İmam Hüseyin və onun yanındakı olanlarla mən də onlar kimi ola bilim ya Rəbbim Allah. Pərverdigarı aləm, ibadətimizi bizdən qəbul eyle. İlahi şərx üzerimizdən götür. İlahi bütün dünya Müslümanların hifz qərar verginən. İlahi İslam'a güc verginən. Dünya Müslümanlarına güc verginən. İlahi haqqa qalib qərar verməginən. Haqqa həmişə güc verginən. İlahi Azərbaycanımızı sən qoru ginən. Azərbaycanda yaşayan Müslüman bazı və qardaşlarımızın rifahın daha da yaxşı olmasında sən özün onlara kömək ol ki, İlahi bizim müstəqilliyimiz üçün, ərazi bütövlüyümüzün tamamlanması üçün, İlahi yağı düşmən altında olan torpaqlarımızın azad olmasında, əksəriyyəti bu məscidlərdən çıxmış qeyrətli balalarımız, Azərbaycan xalqının nümunə balaları, İlahi onlar sinəsini verdilər düşmən tapdağı altında olan torpaqların azad olunmasında. Onlar qanların tökdülər, onlar canların verdiler Azərbaycanın müstəqilliyi üçün, ərazi bütövlüyümüz üçün. İlahi bizim o qeyrətli balalarımız canları bahasına, qanları bahasına o torpaqları alıb bizə verdiler. Bizim boynumuza haqq qoydular və onların əksəriyyəti həmən bu məscidlərdən çıxmış qeyrətli balalardır. Onlar bu tərbiyəni görmüşdülər. Çünki İmam Hüseyin məktəbi insana qeyrəti öyrədir, namusu öyrədir, vətənsevərliyi öyrədir, böyüksiliyi öyrədir, insanlığı öyrədir, mərifəti öyrədir, ixlası öyrədir. İlahi pərverdigarı aləm, bir daha Azərbaycan xalqına o cür təcavüzü qismət qərar verməginə, bir daha bizim analarımız, qız gəlinlərimiz, körpələrimiz ağlar qalmasınlar. İlahi o şəhidlər ki, şəhid oldular vətən üçün, torpaq üçün, namus üçün, dinimiz üçün ya Rabbim Allah, İlahi qiyamətin günündə Kərbəla şəhidlərlə onları həmnişin qərar verginə. İlahi pərverdigarı aləm, onların ailələrinə səbir verginə. Pərverdigarı aləm, yaralı qazilərimizə şifa verginə heç yoxdur. İlahi bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar verginən. Pərverdigarı aləm xəstələrimizə şifa verginən. İlahi əmin amanlıq içində yaşamağımıza hər bir Azərbaycanlıya qismət qərar verginən. İlahi ruzi bolluğu verginən. Ya Rabbim Allah, sənə an verirəm öz izzəti və öz cəlalı və bu cəmi biri-birinə rəuf-i mehriban qərar. İlahi ya Rabbim Allah, bu evdən heç birimizi əliboş geri qaytar. Bütün dualarımızın qəbulü üçün Muhammed və Ali Muhammed salavat. İnşallah qardaşımız var, məclisimiz davam edir. O da indi feyziyab eləyəcək bizləri Allahın izni ilə, öz mərsiyəsi ilə, öz rozası ilə. Allah Teala vücudun bir bala etsin. Onun da dünyadan gedənlərinin və salamətliyinin və özümüzün də dünyadan gedənlərimizin və salamətliyimizə xatir Peyğəmbər və Ali Peyğəmbər salavat zikr eləyək. Və Ali Muhammed. Esselamu alə Hüseyin və
الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى زوار الحسين يا أبا عبد الله يا أبا عبد الله ağanın adı mənlə bahəm zikr eyləm ya Əba Ya Əba Əbdillah Kərbəladə deyəsən Ya Əba Ay maşallah Ya Əba Əbdillah Bu günlər xanım Zeynəm gəlir Kərbəlaya Hər kimin dildə xanım Zeynəb ilə ülfəti var Məhrəmi köy vilayətdə səlahiyyəti var Zeynəbin ki adına göydə fələk naz eləyər Məhdi Fatimənin əmməsidir, izzəti var Ay bu məclisə dərdinə gələrlər Ay hacəti olanlar Əsrin imamı buyurub Hacəti olsaz əgər Əmməm Zeynəbə təvəzzün eləyin Bax bu günlərdə Xanım Zeynəbin karivanı daxil oldu Kərbəlaya Baxdı səhraya xanım başladı dərdin başdan Ey biyavan varmış sinədə qəlbin daşdan Ay Kərbəla vermədin bir əfərüyün Zeynəbə 5 qardaşdan 10 gün oldum qonağın sinəsi dağılı gendim Saxladın qardaşımı mən qolu bağlı gendim Ay Kərbəla Elən ki Kərbəlaya daxil oldular Xanım Zeynəb belə bağlı Kərbəlanın torpağına Dedi ay Kərbəla 10 gün oldum qonağın sinəsi dağlı gendim Saxladın qardaşımı mən qolu bağlı gendim Xanım Zeynəb dedim Ay səccadım, ay əsin imamı Deyəsən Kərbəlaya yaxınlaşırıq İmam dedi Zeynəbcan Hardan biləysən Kərbəlaya yaxınlaşırıq Xanım Zeynəb buyurdu Hüseynimin ətri gəlir Qardaşımın ətri gəlir Elən ki gəldilər çatdılar İmam Hüseyin əleyhisselamın məzarına Xanım Zeynəb gəldi qabağa Bilirsən əvvəla nə sözlər dedi Əvvəla salam verdi Əvvəla salam verdi nə dedi Esselamu aleykə ay susuz can verər Esselamu aleykə ay məzlum ələr Esselamu aleykə ay başı daldan kəzilər Hamd etsin ya Hüseyin Ya Hüseyin Saralan zülm ilə məhfarələrin gəldi Hüseyni Köy hicrində günü qarələrin gəldi Hüseyin Dur danışdır bizi avarələrin gəldi Hüseyin Zeynəbinəm ölməmişəm ay qardaş
Dedi Hüseyin can, qəbr üstünə gələndə bir tirmə şal gətirənlər, bir xalı gətirənlər. Amma Hüseyin can, mən əsirlikdən gəlirəm, nə tirmə şalım var, nə xalım var ay qardaş. Gördülər xanım Zeynəb məzərinin altından Zəhra toxuyan qaldı köynəyin çıxandı. Saldı imamın məzarına, dedi Hüseyin can, dolanım çölləri zindanidə qaldım gəldim ay qardaş. Yusif'imin köynəgin aldım gəldim, dərdimin olmadı dərmanı, qocaldım gəldim. Sen cayan, hacı da buna işarə eylədim. İmam-ı Səccad deyir, gördüm bibim, çox ağladım. Ama durdu ayağa, başka semte üst tutdu. Dedim bibi cayan, sana canım feda, hara gedirsen. Hanım Zeynep buyurdu, Şam'a giden yollara can fare beden var. Şam'a giden yani yollara can fare beden var. Deryayı Ferhat üzrədə bir qolsuz ölən var. Gedirəm Əminə bəl Fəzlün ziyarətinə. Xanım Zeynəb gəldim Həzrəti Əbəl Fəzlin ziyarətinə. Gördüm məzarı balacadır. Dedi qardaş, qardaş səninki uzun boyun var idi, uzun qolların var idi. Ben niyə qəbrim balacadır? Əbəl Fəz Qədirənaya nə gəldim, o səhli Gülüstana nə gəldim. Əbəl Fəz, Əbəl Fəz. Xanım Zeynəbin axır sözündə deyim, tamam eyleyim, tinə vurayaq ey əzadarilər. Xanım Zeynəb gəldim İmamın qəbrində dedi, Sencan, Sencan Zeynəbinəm, ölməmişəm, gəlmişəm, amma səndən xəcalətliyəm, səndən şərməndiyəm. Sencan, gör kimləri gətirmişəm, rübabı gətirmişəm, Leylanı gətirmişəm, Səccadı gətirmişəm. Amma Sencan, bir bala var, o 3 yaşında bala rüqəyyən gətirəmədi. Sencan, rüqəyyən gətirəmədim ay qardaş. Balam Şam'ın xərabəsində can verdi. Ələ lənətullah ələl qavməz zalimin. Allah sizləri Kərbəlaya zəvvar eləsin inşallah. Bu niyyətə sələvat əliyə elə. Dur yaralı Zeynəb bi yarınəm, dur yaralı Zeynəb bi yarınəm. 40 gecə gündüzdü əzadarınəm, 40 gecə gündüzdü əzadarınəm. Gəldim Hüseyin vay deyəm, əsğərə lay lay deyəm. Gəldim Hüseyin vay deyəm, əsğərə lay lay. Hamı deyər ha, gəldim Hüseyin vay deyəm. Maşallah bir de geldim Hüseyin vay deyəm, əsğərə lay lay deyəm. Dur yaralı Zeynəb bi yarınəm, dur yaralı Zeynəb bi yarınəm. 40 gecə gündüzdü əzadarınəm, 40 gecə gündüzdü əzadarınəm.
geldim Hüseyin vay deyem Esgara lay lay de hamur yer Dim Hüseyin vay deyem Lay deyem ey sesime ses veren imanç gözün Yusuf'i bir pirehen imanç gözün Yusuf'i bir pirehen imanç gözün Şehidi hunun kefen imanç gözün Hem sana mehman hem azadarünem Geldim Hüseyin vay deyem Kara lay lay deyem Geldim Hüseyin vay deyem Esgara lay lay bir de diyersen Geldim Hüseyin vay deyem Deyem nehri Ferat'ın suyu heyran akır Eşkir babın üzeheran akır Bu yüreğinden bacıvın kan akır Doğrusu verim kamli feraslarınem Geldim Hüseyin vay deyem Esgara lay lay deyem Geldim Hüseyin vay deyem Bir de diyersen geldim Hüseyin vay deyem Vay deyem Ben başıma gavre salan Zeynep'em Ben başıma gavre salan Zeynep'em Köyüne günellerden alan Zeynep'em Hem kocalan hem ucalan Zeynep'em Yokdu ebel fezlün elemdarünem Geldim Hüseyin vay deyem Esgara lay lay de bir de Geldim Hüseyin Onu ver Bir de diyersen geldim Hüseyin vay deyem Lay bir de dinen geldim Hüseyin vay deyem Lay lay deyem Ehdime ifayeleyip gelmişem Kufede kavga eleyip gelmişem Düşmeni rüsvay eleyip gelmişem Hakkını ehya eleyen yaverem Geldim Hüseyin vay deyem Esgara lay lay de geldim Lay de bir de geldim Hüseyin vay deyem Deyem nazlı rügeyem saçını hörmedim Başını aldım mene de vermedi Kolları kalem Kolları kalem Meşki yoklanan Meşki yoklanan Sekkayı herem Sekkayı herem Deryayı kerem Babel Murat Babel Nicat Nazlı rügeyyem saçını hörmedim Başını aldım mene de vermedim Kabri ve efsus o bala görmedim Değerdi hey hasreti didarünem Geldim Hüseyin vay deyem Esgara lay lay de hami Geldim Hüseyin vay deyem Dur sen kabri ben Zeynep'in alan gelim Dur sen kabri ben Zeynep'in alan gelim Karivan Şami'den kabri ve mehman gelip Karivan Şami'den kabri ve mehman gelip Kardeş icaz eylem bizi pişvaz eylem
ya Hüseyin can. Hamı ya Hüseyin can. Bir de ya Hüseyin can. Maşallah. Can kabrin üstə Hüseyin bir sürü ahu gelin. Yatma etşan ağam elde bular su gelin. Değil ile burbam yolmağa key su gelin. Bak oğulsuzlara sabır ver kızlara. Ya Hüseyin can, ya Hüseyin can. Ses ver. Hüseyin can, bir de ya Hüseyin can, ya Hüseyin. Bir gemim var benim, bu hala saldı Hüseyin. Taqəti səbrimin elden aldı Hüseyin. Qoy deyim bir bala Şami'de kaldı Hüseyin. Erzime var dəxil, məni etdi xəcil. Ya Hüseyin can, can, bir de ya Hüseyin can. Ay maşallah. Ya Hüseyin can, ey türbeti haki şefam, ay Kerbela, haki vefa, köy sefam, ay Kerbela, ay Kerbela. Eşkın var ya sen, ay Kerbela, ay maşallah. Ay Kerbela, Kerbela'da diyesen, ay Kerbela. Ay Kerbela, ay Kerbela selvi kıbleyim huriyeden. Var sende bir başsız beden, çoktur meqamın Kəbədən. Ay Kerbela, ay Kerbela, ay Kerbela. Ay maşallah. Ah ay Kerbela, ay Kerbela, ay Kerbela. Ya Rab nasibi kıl bize Heydər ziyaretin. Şah-ı Necef'te mehri münevver ziyaretin. Şeşkuşa qəbri alaq, ağuşa şövgülən. Məzlum Hüseyin ilən Əli Əkbər ziyaretin. Abi Ferhat üstə düşen bir cüt qollarım, Abbas namidar o dilaver ziyaretin. Vurdu xədən güzülmü boğazına hərmələ, Ləb teşnə can verən Əli Əsğər ziyaretin. Lütfünlə ya Rəb nəsib eylə Qudsiyəm, və həm də bizlərəm Yəsribdə qəbir xətmi Peyyəmbər ziyaretin. İlahi amin. Gülüm gülabə gəlməsin Hüseynsiz, başım turabə dəyməsin Hüseynsiz. Nəkir münkərə deyin, mən ölsəm sual cavabə gəlməsin Hüseynsiz. Allah bizim də qəbrimizin əvvəl gecəsindən Həzrət İmam Hüseyin Aleyhisselam'ı başımızın üstünde karar versin. 4 misra bu gece menden sana hediye olsun. Ay Hüseyin'e zadari, ay Hüseyin zevvarim. Ağa buyuruyor, ben Hüseyin'eyim, kim mənə sarı getirse bir qədəyəm, min qədəm gəlləm ona, ümmüdvar olsun mənə qulaq as. Pak əzadarım və ya zəvvarım ölsə qorxmasın,
Qəbrinin əvvəl kəbində intizar olsun mənə. Ağanın pakibdə hər ruhuna sələvat. Muhammed ve Ali Muhammed. Allah kabul etsin inşallah.